Slovakiyanın paytaxtı Bratislavada keçirilən Yunan-Roma güləşi üzrə Avropa çempionu qalibi olan komandamız Yunan-Roma güləşçilərimiz vətənə qayıtdılar. Onları Heydər Əliyev Beynəlxalq Hava Limanında böyük coşqu ilə qarşılarlar və həmin kadrları sizə təqdim edirik. Çempionlarımızı gül çələngləri ilə necə qarşılayırlar, necə gözəl bir əhval-ruhiyyə bəxş edirlər onlara və qeyd edim ki, bu qitə turnirini Yunan-Roma güləşçilərimiz 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vuran yığma 151 xalla komanda hesabında birinci yeri tutub. Bir daha xatırlatma edim ki, təmsilçilərimizdən Nihat Məmmədli, Əsrət Cəfərov və Qurban Qurbanov qızıl, Eldəniz Əzizli gümüş, Ülvi Qənizadə və İslam Abbasovsa bürünc medal qazanıblar. Bu çempionat Əsrət Cəfərov üçün qeyd edim ki, əlamətlər oldu. Belə ki, gənc güləşçimiz 3 qat Avropa çempionu oldu. Nihat Məmmədli isə 2 qat Avropa çempionu oldu. Elə çempionlarımızın həmçinin də komandanın baş məşqçisinin qələbə təəssüratlarını elə onların özlərindən indi eşidəcəyik. Allah həmd olsun ki, biz komanda şəkildə yenidən Avropa çempionu olmağı bacardıq. Bu, həm Azərbaycan Güləş Federasiyası üçün, həm Azərbaycan idman üçün böyük uğurdur. Mənim fərdi görüşlərimə gəldikdə isə yarı final görüşündə qeyd etdiniz ki, erməni idmançısından qarşılaşdım. Yəni sözün açığı mən həmişə idmançılar arasında fərq qoymağı xoşlamıram. Yəni istər qarşıdakı idmançı erməni idmançı olsun və ya başqa ölkəni təmsil edir idmançı olsa həmişə çalışıram ki, işimə professional yanaşam və o əlavə psixoloji amilləri işimə qatmayım. Təbii ki, bilirsiniz ki, bəzən belə olur ki, bizim gənc idmançılarımız bu psixoloji təzyiqə görə istədiyi potensialı göstərə bilmirlər. Ümumiyyətlə mən həmişə bütün müsabiqələrimdə deyirəm ki, yəni bunu idmanı siyasətə qatmaq lazımdır. Bizim üçün qələbə, vətən müharibəsinə qazandığımız qələbə bizim üçün hər şeyə dəyər və bugün biz yarışlarda onları gördükdə artıq başı dik gəyməyimiz bizim üçün hər şeyə dəyər. Ona görə mən həmişə çalışıram ki, rəqibdən asılı olmayaraq öz görüş taktikamı düzgün qoyum. Final görüşünə gəldikdə isə final görüşündə taktiki səhv etdiyimə görə məğlub oldum. Hansı ki, ikinci hissədə qurduğum taktika ondan ibarət deyil. Sadəcə instinkt olaraq fənd icra eləməyə çalışdım və yəni müvəffəq olmadım. İnşallah ümid edirəm ki, bundan sonra bizi qarşıda bu il həm dünya çempionatı gözləyir, həm İslam həmrəyli oyunları gözləyir. Tək mən yox, bütün komanda yox. Bilirsiniz ki, mən həm də komandanın kapitanıyam. Ümid edirəm ki, tək mən yox, bütün komanda şəklində yenidən Azərbaycan xalqını sevindirəcəyik. Bizdə bugünə kimi sadəcə Rafiq Hüseynov idi ki, Avropa çempionatlarında 3 qızıl medalı var idi. Ondan qalan digər idmançılarımız, mən də daxil olma 2 medal var idi. İllərdir Rafiq bu rekoru əlində saxlayır və həsrətin 3-cü dəfə gəlib artıq Avropa çempionu olmaq demək olar ki, Avropa çempionu qızıllarının qızıl əyarında Rafiqə yaxınlaşdı. Hər Rafiq, həm həsrət bizim Azərbaycan güləşinin ən çox sevilən idmançılarıdır, amma aralarında yaş fərqi çoxdur. Rafiq artıq 36 yaşı var, Həsrətin 22 yaşına bunu qazanmağı böyük bir bizim üçün uğurdur. Ümid edirəm ki, Rafiqin yaşına gəldiyi Həsrət bunu qat-qat artıracaq. Allaha şükürlər olsun, vətənə qızıl medalla qayıtdıq. Həqiqətən də bu çox qürur verici hissdir. Həm komandamız çempion oldu, həm özüm çempion oldum. Bildiyiniz kimi mən 3-cü səfər Avropa çempionu oldum ard-arda. Bu böyük həqiqətən də çox sevindirici bir haldır. Allaha şükürlər olsun. İnşallah ki, qarşıdan gələn dünya çempionatına hazırlaşacağıq indən sonra planlar budur. Yarışa yaxşı hazırlaşmışdıq komanda şəklində. Mənim məqsədim təbii ki, çempion olmaq idi. Yarışa getməkdən qabaq da buna özümü, beynimi buna kökləmişdim ki, sadəcə qələbə qazanmalıyam. Keçən il də Avropa çempionunun qalibi olmuşdum və titulumu qoruyub saxlamaq üçün əlimdən gələni eləyəcəkdim. Elədim də şükür Allaha istədiyim nəticəni ala bildim. Nəticəmi qoruyub saxladım. Final görüşündə biraz çətinlik oldu, amma buna baxmayaraq yenə qalib gəldim və yenidən Avropa çempionatının qalibi oldum. Yenidən 60 km dünya çempionatında iştirak edəcəm. Keçən il Avropa və dünya çempionatının qalibi olmuşdum və bu iki məqsədim də il başlamamışdan əvvəl də məqsədim oydu ki, həmin nəticələrimi bu ildə təkrarlayım və yenidən Avropa dünya çempionu oldum. Və şükür Allaha artıq birini geridə qoyduq və istədiyimə çatmışam. İndi qalıb dünya çempionatı, onu da qazanmaq üçün əlimdən gələni edəcəm.
хотел бы поблагодарить тренерский корпус. Federasiya, məşqçilər korpusu və güləşçilərə təşəkkür etmək istərdim. Çünki onlar yüksək nəticələr əldə etmək üçün bütün enerjilərini və güclərini ortaya qoydular. Avropa çempionatında idmançılarımız özlərini sübut edib yüksək səviyyəli güləş nümayiş etdirdilər və buna görə də çempion və mükafatçı oldular. Bizim çox gənc heyətimiz var. Qarşıda bizi təlim məşq toplanışları və dünya çempionatı gözləyir. Lakin bizim üçün əsas məqsəd Olimpiya oyunlarına hazırlıqdır. В планах у нас